Həzrəti Əleyhisselam buyurur. İndi oxuyacağım hədisi. 5 dənə xüsusiyyət sizdə varsa, xoşbəxt adamsınız, xoşalca, səadətməndsiniz, qiyamətdə bizlənsiz, narahat olmayın. Əsədun nas, insanların ən xoşbəxti, bir, mən ərəfə fəzlənə. Kim bizim fəzilətimizi tanıyırsa, kim İmam Əlini qəbul edib, onun üstünlüyünü bilirsə, tanıyırsa, o xoşbəxt adamdır. 2. Və təqərrəbə iləllahi bina. Xoşbəxt adamın ikinci xüsusiyyəti odur ki, Allaha bizim vasitəmizlə yaxınlaşsın. Allahın qapısı var. Hansı vasitə qapı ən yaxşı qapılardandır? Peyğəmbər onun əhl-i beytidir. Görün bu adam Allaha tərəf gedəndə onun əlisi əlində var, ağası var. Biz əhl-i beytlə yaxınlaşan Allaha yaxınlaşır həqiqi. Xoşbəxt. 3. Və əxləsə hubbənə. Üçüncü xüsusiyyət budur. Bizim sevgimizdə muxlis olsun. Elə boş-boş deməsin ki, ya Əli, Mövla Əli. Həqiqətən də sevsin Əlini. Sevdiyinə bağlı olsun. Adam sevdiyini müdafiə eləyər. Sevdiyi üçün göz yaşı tökər. Sevdiyi üçün canından keçməyə razı olar. Gərək belə sevəsən. 4. Və amilə bima iləyhi nədəbnə. Dördüncü budur. Biz nəyə çağırmışıq, ona əməl eləsin. Ağam Əli belə deyir, baş üstə. Ağam Əli deyən kimi, Həzrət Əli deyir, burada haqqı de, baş üstə deyəcəm. Ağam Əli deyir, burada pul xərcdə, baş üstə. 5. Axırıncı. Vəntaha əmmə ənhu nəhəyna. 5-ci, bizim qadağan etdiklərimizdən də neynir? Çəkinir. Qardaş eləmə. Niyə? Nə olub? Günahdır. Həzrət Əli deyir, olmaz. Ağam Əli Əleyhisselam deyir, olmaz, günahdır. Ağam Əli Əleyhisselam deyir, haramdır. Ağam Əli Əleyhisselam deyir ki, haqq sənlə deyil, haqq o birinəndir. Başqasının haqqına girmə. Bu 5 dənə xüsusiyyət kimdə varsa, İmam Əleyhisselam nə buyurur? Bizdəndir və behişdə də bizimlədir. Allah bizə onlardan qərar versin. Amin.